Bugün Göyçay rayonunda 44 günlük vətən müharibəsinin sonuncu Göyçaylı şəhidi, Azərbaycan ordusunun əskəri Bayramov Həsən Ağaysa oğlunun anım günü keçirilir. Anım mərasimi Göyçay rayon şəhidlər xiyabanında şəhidin məzarı önündə başlayıb. Tədbir ənənəyə sadiq qalaraq qəhrəman şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Mərasimdə Göyçay rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, 106 saylı peşə liseyinin kollektiv heyəti və şəhidin ailə üzvləri iştirak ediblər. Çıxış edən natiqlər qəhrəman şəhid Həsən Bayramovun vətən uğrunda göstərdiyi şücaətdən, döyüşlər zamanı nümayiş etdirdiyi igidlikdən söz açıblar. Onun qısa, lakin şərəfli ömür yolunun gənclərə örnək olduğunu vurğulayıblar. Qeyd edək ki, Həsən Ağaysa oğlu Bayramov 2001-ci ilin iyunun 22-sində Göyçay rayonunda anadan olub. O 2019-cu il iyulun 3-də həqiqi hərbi xidmətə çağırılıb. 44 günlük vətən müharibəsi başlayarkən Tərtər Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Azərbaycan ordusunun əskəri olan Həsən Bayramov 2020-ci ilin oktyabrın 1-də Tərtər Ağdərə istiqamətində aparılan hərbi əməliyyatlar zamanı düşmən mərmisinin patlaması nəticəsində qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb. Azərbaycan prezidentinin müvafiq sərəncamlarına əsasən Həsən Bayramov ölümündən sonra Suqovuşanın azad olunmasına görə cəsur döyüşçü və vətən uğruna medalları ilə təltif edilib. Tədbir çərçivəsində məktəblilərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, şəhidin ruhuna dualar oxunub, mərasim iştirakçıları tərəfindən məzarı önünə gül dəstələri düzülüb. Anım mərasimi vətən müharibəsi zamanı Göyçayın sonuncu şəhidi olması baxımından xüsusi mənəvi əhəmiyyət daşıyıb. Tədbirin sonunda şəhid ailələri bir araya gələrək xatirə şəkilləri çəkdiriblər. Bir-birlərinə səbir və möhkəm iradə arzulayıblar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun. Göyçay naminə olaraq biz də vətənimizin azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə möhkəm can sağlığı və səbirlər diləyirik. Şəhidlərimizə və onların valideynlərinə hər zaman borclu olduğumuzu bir daha bəyan edirik. Etibar Bəşirov, Göyçay naminə.